Salam mənim əziz izləyicilərim. İnşallah ki, yaxşısınız. Sizə bir şey danışmaq istəyirəm. Deməli, uşaqlara söz vermişəm, ekleri bişirəcəm bugün. Onu belə çəkərəm inşallah bu videonun dalıca. Onu da paylaşaram sürətli şəkildə. Amma bir şey danışmaq istəyirəm sizə. Deməli, mən bu kanalı açarkən, qızım mənim üçün açarkən ilk 3 uşağım mənə məni izləməyə aldılar. Yəni o 3 nəfərlə başladım mən. Sonra çox tez 2 nəfər mənə deməli podpisasiya oldu. Yəni izləməyə aldılar və çox pozitiv enerji verdilər mənə. Çox motivasiya verdilər mənə. Gözəl, müsbət rəy yazdılar. Mən o rəylərdə onlara təşəkkür elədim, amma buradan da çox təşəkkür edirəm onlara. Çox minnətdaram ki, doğrudan da mənə çox gözəl motivasiya oldu. Çünki mənim ilk videolarım idi və baxmayanda yəni ki, çox səhvlər buraxa bilirdim. İndi də təbii ki, indi nə qüsurum olsa üzr istəyirəm sizdən. Yenə də çox professional deyiləm, amma əvvəlkinə baxanda qat-qat yaxşıyam. Və bunu tanışlar uzun müddət 5 nəfər davam elədi. Yəni 5 nəfərin 3-ü uşaqlarım idi. Sonra 7 nəfərə çıxdıq. Yenə 7-nin 3-ü uşaqlarım 4 nəfər əlavə, amma 7 nəfər deməli görünür. Və bunu tanışlar, bilənlər, mən bunu bir vlogumda demişdim. Başladılar mənə ələ salmağa. Ay sən Allah, sən 5 nəfər izləyicin var. Ay sən Allah, sən 7 nəfər izləyicin var. Onların 3-ü də uşaqlar. Ay 4 nəfər kəsə video çəkirsən. Ha 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 ha. Ələ salırlar məni. Gülə-gülə. Mən də dedim ki, gülə-gülə sözlərini deyirdilər, ələ salırdılar. Mən də dedim ki, yox, gün gələcək, mənim izləyicilərimin sayı çoxalacaq və mən sizə ayrıca bir vlog çəkəcəm, deyəcəm, əziz izləyicim. Yadınızda da belə demişlər mənə, ələ salırlar. Onlar bunlarda üzünüzü gizlədəcəksiniz utandığınızda. Ay sən Allah, sənin izləyicin çoxalsın, sən bizi çək, razıyıq. Mənə belə deyirdilər. İndi hal-hazırda mənim 39 izləyicim var. Bu videonu, yəni çəkə-çəkə hal-hazırda 39 izləyicim var. İndi mən o yeni gələn izləyicilərimə çox təşəkkür edirəm, çox minnətdaram. Onlar da mənə pozitiv enerji verdilər, onlar da mənə müsbət rəy yazdılar, onlara da təşəkkür elədim. Buradan da çox təşəkkür etmək istəyirəm. Keçmiş izləyicilərimə, ilk izləyicilərimə çox təşəkkür edirəm ki, hələ də izləyirlər, izləmədən çıxmayıblar. Onlara da minnətdaram, çox sağ olun deyirəm. Və bu video kimin qarşısına çıxacaqsa, onlara da demək istəyirəm ki, valla bunun heç bir əziyyəti yoxdur. Əziyyətsiz, filansız, pul istəmir, bir şey eləmir. Sadəcə siz oradan bir dənə toxunursunuz, izləməyə alırsınız mənim. Amma biləsiniz ki, həm çox böyük yaxşılıq etmiş olursunuz, çox motivasiya verirsiniz mənə. Və mən hər həftə bir video çəkməyə çalışıram. Çayınızı, kofenizi qoyursunuz, həftədə bir dəfə oturursunuz, izləyirsiniz. Çünki mən olduğu kimi, inanın mənə, ancaq kamera əyri düşərsə, nə bilim, kamera pis, yaxşı çəkməyibsə, ya səs yaxşı düşməyibsə, mən ancaq onları montajlayıram. Yoxsa qalan heç bir şey mən elə görməmişəm ki, bu danışığımız pis oldu, yox, buranı kəsin, buranı hələ elə montajlamamışam mən. Yəni, hər şey olduğu kimi çəkirəm, olduğu kimi də paylaşıram. Ona görə də təbii, dürüst, çünki yorar mənə də olduğum kimi görünməsəm. Ümumiyyətlə, xarakterimdə də elə şey yoxdur. Dürüstlüyümdən başım çox çəkib. Olduğu kimi, səmimi, dürüst, yəni çəkirəm. Maraqlıdırsa, inanın, yəni peşman olmayacaqsınız izləməyə alsanız. Bunu sizdən xahiş edirəm. Və bir də demək istəyirəm ki, indi hal-hazırda bu çəkirəmsə videonu 39 nəfər izləyicim ki var. Bu 39 nəfər izləyicim inşallah yükləyən Allah qoysa çox alsın sayımız. Bu 39 nəfərlə mən bu ələ salanların səsləri, səs tonları düşüb aşağı. Bunlar 39 nəfərlə bu hala qalıbsa, mən təsəvvürümə gətirə bilmirəm ki, bizim sayımız çoxalsa, bunların halı nə olacaq? Yox, bu vəziyyətə 39 nəfərlə bu vəziyyətə qalacaqdırsa, mən ondan öşələ salırdınız. Mənim cavabım, siz sayılarımın, izləmə sayılarımın, izləyicilərimin sayılarının çoxalmasıdır. Siz onların, yəni səs tonlarını salmışsınız aşağı. Çox xahiş edirəm. Valla peşman olmayacaqsınız. Yəni izləməyə alın. Həftədə bir dəfə də kofenizi, çayınızı qoyursunuz, qarşınıza oturursunuz, baxırsınız, izləyirsiniz. Belə bir də demək istəyirəm ki, sizə indi ekler hazırlayacağım. Uşaqlara söz vermişdim ki, tətildə ekler hazırlayacağım. İndi ekler hazırlayacağım, onu da sürətli şəkildə çəkib paylaşacağım. Deməli, o vaxtlar internet falan yox idi axı.
İnternet falan yox idi. Mən kitabçama yazardım, kiraya yaşayardıq o vaxtı. Kiraya yaşayanda deməli Kanal D-dən falan yemək proqramları olurdu, şirniyyatlar, nə bilim yeməklər nə olsa, mən onu tez yazırdım ki, yadımdan çıxmasın. İndi isə internet var, açırsan hər şey var, hətta hazırlanmasına qədər var. Götürürdüm ki, baxın yazıram produktun, sonra da necə hazırlanır onu da yazmışam. O kitabçama hələ də saxlamışam. Kirayələrdən kirayələrə, baxın gətirib hələ vuracan çıxartmışam da artıq 20 ili keçib bu dəftər. İndi ona baxıram ki, necə edirdik, görüb necə hazırlayırdım.